Heydər Əliyevin Azərbaycan üçün, dövlətimiz üçün, millətimiz üçün misilsiz xidmətlərinin bir daha analiz edərək Azərbaycanın bugün müstəqil və tam suveren dövlət kimi nəinki Qafqaz regionunda, Avrasiya məkanında söz sahibinə çevrilməsinin əsaslarını qoyduğunun bir daha şahidi oluruq. Heydər Əliyev istər Sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycanın milli mənəvi dəyərlərinin yaşadılması, Azərbaycan dilinin konstitusiyada əks etdirilməsi, Azərbaycanın mədəniyyətinin inkişaf etdirilməsi təbii ki, müstəqillik üçün zəmin yaradan əsas faktorlardan biri olmuşdur. Azərbaycancılıq ideologiyasının formalaşmasında misilsiz bir əhəmiyyət kəsb etmişdir. Və təbii ki, bütün bunları Azərbaycan xalqı nəzərə alaraq Ulu Öndərə bir daha üz tutdu və Heydər Əliyevdə xalqın arzusunu, xalqın tələbini yerinə yetirərək öz həyatını belə təhlükəyə ataraq bir daha Azərbaycan naminə bütün məsuliyyətini öz üzərinə götürdü və Azərbaycanı qısa zaman müddətində separatizmdən, Azərbaycanın iqtisadi tənəzzüldən qurtararaq inkişaf yoluna çıxartdı, ordu quruculuğunu təmin etdi və böyük zəfər yolunun başlanğıcını qoydu ki, və ən böyük xidmətlərindən biri də Heydər Əliyevin siyasi varisliyin təmin edilməsi oldu və onun siyasi varisi özü qədər inandığı möhtərəm prezidentimiz Cənab İlham Əliyev Heydər Əliyevin başa çatdıra bilmədiyi işləri nəinki bu illər ərzində həyata keçirdi, hətta ərazi bütövlüyünü təmin etdi, suverenliyini tam bərpa etdi, separatizmə bir dəfəlik son qoydu və Azərbaycanı beynəlxalq aləmdə çox vacib aktor kimi bugün bütün əhəmiyyətli məsələlərdə həlledici bir dövlət kimi, söz sahibi olan bir dövlət kimi bərqərar olmasını təmin etdi.